Herkese salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Bugün sizə Temodan pulsuz qazandığım hədiyyələri göstərəcəm. Bəyənmədiyim hədiyyələri necə qaytarıb pulunu aldığımı, qiymət tənzimlənməsi necə edilir, 30 manatdan aşağı məbləğdə necə sifariş vurmaq olar, kredit balansımızdakı pulu necə kartımıza ötürmək olar və ən asan yolla Temodan necə pul qazanmaq olar. Bu videoda hər birini öyrədəcəm. Diqqətlə baxmağı unutmayın. Bura kimi göstərdiyim bütün hədiyyələri bəyəndim. İndi isə keçək səbirsizliklə gözlədiyim qazan dəstinə. Görünüşü məni aldatdı. Mən elə bilirdim ki, ölçüləri biraz böyükdür. Əlimə aldığım anda necə keyfiyyətsiz olduğunu bildim. O qədər incə bir materialdan hazırlanıb ki, əldən düşsə o dəqiqə əziləcək. Bu göstərdiyim tava isə məncə yapışmaz tavadır. O birilərə nisbətən bir balaca yaxşı idi. Çox incə bir materialdan hazırlandığı üçün heç bəyənmədim. Videonun sonuna yaxın mən sizə bunları necə geri qaytardığımı, ödənişi necə aldığımı göstərəcəm. Keçirik qazandığım ikinci məhsullara. Çarxı çevirdim və 3 hədiyyə seçimini mənə təklif etdilər. Mən də bu cür hədiyyələri seçdim. Hədiyyə seçimi edərkən birinci seçdiyiniz məhsul biraz yüksək məbləğdə olur, ondan sonrakilər isə aşağı məbləğdə olur. Yəni biz istəsək belə 4 dənə məhsulu və yaxud da 3 dənə məhsulu yüksək məbləğdə ala bilmərik. İndi isə keçək qazan dəstini necə geri qaytarıb ödənişi aldığıma. Sifarişlərə keçirik, geri qaytar, geri ödənişi əldə etə basırıq. Hansı səbəbə görə qaytardığımızı seçib səbəbini yazırıq. Göstərdiyim kimi edirik. Ən sonda isə mənə göstərir ki, 99 manat 38 qəpik məbləğindədir. Mən buna 0 manat pul ödəmişəm, yəni kartımdan da pul çıxılmayıbdır. Seçim olaraq da saniyələr ərzində kredit balansımıza keçirdiyini seçirik. Təsdiqləyirik. Aşağıda olan kodu baxmaq üçün kilitləyili basırıq və həmən kodun ekran şəklini çəkib götürürük. Həmən görüntünü çıxardırıq. Ondan sonra isə ən yaxın X-Pargo dəqiqəsinə yaxınlaşıb həm sifarişi, həm də çıxartdığımız kağızı təqdim edirik. Yeni özəllik gəlibdir. Onu da sizinlə bölüşmək istəyirəm. Əgər Temodan sifariş vurarkən təhvil alma ünvanını X-Pargo məntəqəsini seçsəniz, 9 manatlıq endirim kuponunu qazanacaqsınız. Məncə bu da heç kimin etmədiyi çox gözəl bir təklifdir. Endirim kuponundan istifadə etməyi unutmayın. İndi isə keçirik telefon tutacağını qaytarmadan pulu necə almağımıza. Burada bəyənmədiyimizi, səbəb nə olduğunu seçirik və yazırıq. Burada bizə göstərir ki, saniyələr ərzində alın. Təsdiqləyib tamamlayırıq. 1 dəqiqə keçmədən Temo balansımıza pul köçürülür. İndi isə keçirik qiymət tənzimləməsinə. Hər hansı bir sifarişə keçirik. Aşağıda olan qiymət tənzimləməsinə basırıq. Burada mənə 0.22 qəpik pul olduğunu deyir. Yəni mən aldığımdan sonra 0.22 qəpik endirim olunubdur. Sonra tamamlayını basıram və kredit balansımıza köçürdürük. Bu qədər sadə və asan. İndi isə keçək kredit balansımızda olan pulu necə kart hesabımıza keçirdirik. Müştəri xidmətləri və bizimlə əlaqə saxlayın. Burada biz ora yetkili yazırıq. Yəni bizimlə yetkilinin danışmağını istəyirik. Bir neçə dəfə yetkili yazın. Bunlar bizə israrla biz kömək edirik deyirlər. Ancaq siz ora yetkili yazın. Ta ki yetkilini qoşana kimi. Burada artıq görürsünüz ki, yetkilini qoşdu. Mən də ona kredit balansımda olan pulu bank hesabıma köçürməyini istəyirəm. Kartıma 85 qəpik pul köçürüldü. Qısaca izah edim ki, qalanlarını isə mənə köçürə bilməyəcəyini dedi. Burada isə bizə deyir ki, əgər Temo kreditinə geri ödəniş edilib və bu geri ödəniş ilkin olaraq bank kartınızdan istifadə edilibsə, onda bizə Temo köməklik edə bilər. Mən qazandığım pulları kredit balansımdan istifadə edib əldə etdiyimə görə onun üçün kartıma köçürülmədi. Siz də bu üsulu yoxlayıb sınaya bilərsiniz.
İndi isə keçək Temodan 30 manatdan aşağı məbləğə necə sifariş vurduğumu öyrənməyə. İlk öncə kuponlara keçirik və 400 manatlıq kupon təklifini seçirik. Çarxı fırlayıb gözləyirik. 400 manatlıq kupon təklifi verilmiş olur və bizə gizli mükafat olaraq 500 manat məbləğinə kimi kuponu artırırlar. Burada bizə 3 məhsul seçməyə şansı da verir, amma mən bu üçüncünü seçmirəm. Siz istəsəniz seçə bilərsiniz. 2 məhsul seçirəm, keçirəm ödənişi etməyə. Çox adam deyə bilər ki, yalandır, inanmıram. Mən məsləhət görürəm ki, videonu sona kimi izləyin. Yalan və gerçək olduğunu özünüz öz gözlərinizdə görəcəksiniz. 2 məhsulu seçirəm və sifarişi tamamlayıram. 500 manatlıq kuponu əldə etmək üçün sifarişi tamamlayırıq. Mən kart hesabım və ünvanım görsənməsin deyə o hissələri çəkmədim. Sifarişi tamamlayırsınız. 300 manatlıq kuponu əldə edirsiniz. Beləliklə 30 manatdan aşağı məbləğdə sifariş vurursunuz. İstəsəniz bu kuponlardan da istifadə edə bilərsiniz. Bunlar endirim kuponlarıdır. Bir müddətə kimi vaxtı. 30 manatdan aşağı məbləğdə sifariş vurmaq istəyirsinizsə yeni kupon təkliflərinə keçirsiniz, 400 manatlıq kuponu seçirsiniz, çarxı çevirirsiniz. Gördüyünüz kimi sifarişi vurduqdan sonra da yenidən kupondan istifadə edə bilirəm. Yəni mənim gözəl izləyicilərim, mən heç vaxt yalan danışmıram. Burada nə görürsünüzsə, bir şeyi bilirəmsə, axıra kimi videosunu çəkib və sizə göstərirəm. Mənim üçün yalansız, dolansız güvən lazımdır. Çox insan mənə müraciət edir ki, sifarişi səhvən vurmuşam və sifarişi ləğv etmək istəyirəm. Sifarişin üzərinə keçirik, məhsulları ləğv edini seçirik. Bayaq sizə göstərmək məqsədi ilə çəkdiyimiz sifarişləri ləğv edək. Ləğv edəcəyimiz məhsulları seçirik, növbəti addıma basırıq. Səhvən yaradılmış sifarişi seçirik. Sifarişi tamamlamaq üçün şərh yazırıq. Daha sonra ləğv etməni tamamlayırıq. Tamamladıkdan sonra saniyələr ərzində kredit balansımıza pul köçürülür. Əgər kartınızdan istifadə etmisinizsə, kart seçimini edirsiniz. Bir neçə gün sonra kart hesabına pul köçürülür. Tema balansınıza köçürmək istəyirsinizsə, 1 saniyə ərzində köçürülür. Əgər başqa nəsə öyrənmək istəyirsinizsə, yorumlarda qeyd edə bilərsiniz. Bildiyim hər bir şeyi videolu şəkildə və yaxud da yorumunuzun altında izah edə bilərəm. İndi isə keçək ən asan yolla Temodan necə pul qazana bilərsiniz. Hal-hazırda görürsünüz 104 manat gözləmədə pulum var. Bu pulu necə qazanmışam? Əgər öyrənmək istəyirsinizsə, aşağı qoyacağım linkə daxil olub videonun sona kimi izləyə bilərsiniz. Kanalım çox yenidir. Dəstək üçün abunə olmağı, fikrinizi yorumlarda mənimlə bölüşməyi unutmayın.